Salam, hər vaxtınız xeyir dəyərli izləyicilər. İndi sizə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi birinci qrup riyaziyyat sınaqlar toplusundan növbəti 6-cı sınağın izahatını verəcəm. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın. Onlayn və yeni şəkildə hazırlar üçün 055 298 2689 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Başlayaq ilk sualdan. İlk sualımız belədir. -2, 1, 4, 7 ədədi ardıcıllığını 1, 10, 19, 28 ədədi ardıcıllığına çevirən xətti funksiyanı müəyyən edin. Biz bilirik ki, xətti funksiya y bərabərdir kx üstəgəl b formasındadır. Baxırıq, burada nəyə baxırıq? Deməli, sol tərəfdə olan bizim x-lərimizdir, sağ tərəfdə olanlar isə y-lərimizdir. Baxırıq, x -2 olanda y olub 1. Ona yerinə yazıram. 1 bərabərdir. X yerine -2 yazıram. -2k üstəgəl b. Sonra baxırıq, x 1 olanda y olur 10. 10 bərabərdir. X yenə 1 yazsaq, k üstəgəl b alınır. Alındı k və b-yə görə xətti tənşiklər sistemi. Tərəf-tərəfə çıxsa, məsələn, ikincidən birincini çıxsa, alınacaq 9 bərabərdir 3k-ya. K da bərabərdir 3-ə. K-nı 3 tapdıq. Gətirib burada yerinə yazsaq, 10 bərabərdir 3 üstəgəl b. B də bərabərdir 7. K və b-nin qiymətini gətirib funksiya yerinə yazsaq, y bərabərdir 3x plus 7 alınacaq. Deməli, xətti funksiya olacaq y variantı. 3x plus 7. İkinci sual. Qrafiki şəkildə verilmiş funksiyanın düsturunu yazın. Burada nəyə baxırıq? Baxırıq ki, x-in sıfıra kimi funksiya fərqli formadadır, sıfırdan sağda isə fərqli formadadır. Deməli, əvvəlcə mən bu hissəyə baxacağam. Yəni, x-imiz sıfırdan kiçik bərabər olan halına baxıram. Baxırıq, yenə xətti funksiyadır. Y oxunu kəsir 1-də. Y bərabər kx plus b yazıram. Kx plus b yazıram. Bu kx plus b funksiyasında b qrafikin y oxu ilə kəsişmə yeridir. Qrafik baxırıq, y oxunu 1-də kəsir. Deməli, b 1-dir. Y bərabər yazıram. Kx plus 1. Bunu yazdıq. İndi k-nı tapmaq üçün baxıram ki, funksiya x oxunu kəsir -3-də. -3-də kəsdiyi üçün y sıfırdır. 0 bərabərdir. -3k plus 1. K da bərabərdir 3-də 1. Bunu da tapdıq. Gətirib yerinə yazsaq, y bərabərdir 3-də 1x plus 1. Yəni, x-imiz sıfırdan kiçik bərabər olan halında. İndi keçirik digər halına baxırıq. Yəni, x-imiz sıfırdan böyük bərabər olan halına baxacaq. Bu ikinci halda. Yəni, qrafikin bu hissəsinə baxırıq. Yenə funksiya deyirəm, y bərabərdir mx üstəgəl n şəklində. Fərqli olsun deyə başqa dəyişənlər yazdım, mn yazdım. N yenə qrafikin y oxu ilə kəsişmə yeridir. Yəni, 1-də kəsir. Y bərabərdir mx plus 1. Bunu yazdıq. Sonra baxırıq ki, x 1 olanda y 2-dir. 2 bərabərdir. X yenə 1 yazıram. M üstəgəl 1. M də olur 1. Gətirib m-in də qiymətini yerinə yazsaq, y bərabər olacaq x plus 1. Bu da ikinci funksiyamız. Yəni, x böyük bərabər 0 halı. İndi burada nəyə fikir vermək lazımdır? Bir funksiyamız buradadır, bir funksiyamız da buradadır. Mən bunu elə yazmalıyam ki, ilə birləşdirməliyəm ki, variantlardan biri alınsın. Məsəl üçün, bunu yazıram. İkinci aldığım funksiyanı yazıram şəkildə. Y bərabərdir. Yazıram 3-də 2x üstəgəl 3-də 1x plus 1 yazıram. Sonra baxıram. 3-də 1 x-i belə yazsam, y bərabərdir. 3-də 2x üstəgəl 3-də 1 modul x plus 1.
Hə, artıq burada cavabımız bu şəkildə olacaq. Cavab olacaq A variantı. X böyük bərabər 0 olanda ikinci funksiya alınacaq. X kiçik bərabər 0 olanda isə birinci funksiyamız alınacaq. Yəni doğru cavab burada A variantı. Keçən növbəti 3-cü suala və sualımız belədir. Fx funksiyası -1 parçasında tək funksiya və f1 bərabərdir 3 olarsa ifadəsinin qiymətini tapın. Biz bilirik ki, tək funksiya f-x bərabərdir -fx şərtini ödəyir. Yəni f1'imiz 3'dürsə, f-1'imiz də -3 olacaq. -3. Digər tərəfdən tək funksiya f0 bərabər 0 şərtini ödəyir. Yəni xüsusi hallar var, o başqa məsələ. İndi 2 vur f-1. 2 vurulsun f-1 -3'dür. Üstəgəl f1 3'dür. Üstəgəl f0 0'dır. f2'də 1 bunlar bəlli deyil. Çıx f3'də 1 bərabərdir. -6 üstəgəl 3. 0'ı mötərizənin içərisinə vuranda burası 0 alınacaq. Üstəgəl 0. Və nəticə olacaq -3. Yəni doğru cavabımız burada B variantında verilib. 4-cü sual. Arqumentin bütün həqiqi qiymətlərində fx cüt və cx tək funksiyaları üçün fx ilə cx funksiyasını verib bizə. Bir bərabərlik ödənərsə f2 çıx 4c3 ifadəsinin qiymətini tapın. Baxırıq. fx ilə cx-in cəmini bizə verib. X kvadrat üstəgəl 3x çıx 2. İndi şərtdə bizə deyir ki, fx cütdür. Fx cütdürsə onda fx bərabərdir x kvadratı çıx 2'yə. Cx təkdir. Cx ilə bərabərdir 3x-ə. Yəni buradan görünür. Cx 3x'dir. Fx də x çıx 2'dir. Bu cütdür, o birisi də təkdir. İndi deyir ki, f2 bərabərdir 2'nin kvadratı çıx 2. 4 çıx 2, 2. Bir də c3. c3 bərabərdir 3 vur 3, 9'a. Gətirib yenə yazaq. f2 2'dir. Deməli c3 9'dur. 4 vur 9. 2 çıx 36. Nəticə olacaq -34. Yəni doğru cavabımız Y variantı. 5-ci sual. Funksiyasının qiymətlər çoxluğunu tapın. Bunu bir neçə üsulla yazmaq olar. Baxan kimi görünür. Yəni y2'ni ala bilmir. Yəni doğru cavabımız A variantıdır. Bunun həlli yolunu mən göstərəcəm sizə. Əvvəlcə nə edəcək bu tip suallarda? Bu funksiyanın tərs funksiyasını tapmaq lazımdır. Ona görə yazıram ki, 1 bölünsün x çıx 1 bərabərdir y çıx 2'yə. Y çıx 2 ilə x1 çıx 1'in yeni dəyişirəm. Yəni x çıx 1 bərabərdir 1 bölünsün y çıx 2. X'imiz də bərabərdir 1 bölünsün y çıx 2 plus 1. X ilə y-in yerini dəyişsəm, o da tərs funksiya. F üstü -1x bərabərdir 1 bölünsün x çıx 2 plus 1. Bunu tapdıq. Yəni verilən funksiyanın tərsini tapdıq. İndi verilən funksiyanın qiymətləri oblasti tərsin təyin oblastıdır. Tərsin təyin oblasti buradan görünür. Yəni x-imiz 2 ola bilməz. Yəni bunun təyin oblasti mənfi sonsuzluqdan 2'yə birləşir 2 müsbət sonsuzluq. Bu da verilən funksiyanın olacaq qiymətlər oblastıdır. Doğru cavabımız A variantı. 6-cı sual. Funksiyasının təyin oblastını və qiymətlər çoxluğunu tapın. Biz burada nəyə baxırıq? Kökaltı ifadəyə baxırıq. Deməli, -x kvadrat üstəgəl 7x çıx 12. Baxırıq, kökün altındakı ifadə kvadratik funksiyadır və əmsalda mənfidir. Deməli, bu maksimum qiymət alır. Kvadratik funksiyanın maksimum qiyməti, yəni a -1 olduğu üçün 0'dan kiçik olduğu üçün maksimumdur. Maksimum qiyməti n bərabərdir 4ac çıx b kvadrat bölü 4a'ya bərabərdir. Tam kvadrat ayırmanla da yazmaq olar. N bərabərdir 4 vurulsun a. A x qatının əmsalı -1'dir. C sərbəstdir -12. Çıx b kvadrat. B x'in əmsalı 7. 7'nin kvadratı.
Bölünsün 4 aya. 4 vurulsun mənfi 1-ə. 48. 48. Çıx 49 böl mənfi 4. Mənfi 1-in mənfi 4-ə nisbəti 4-də 1. 4-də 1 bu kvadratik funksiyanın ən böyük qiymətidir. Kök altında olduğu üçün nəticə olacaq kökdə 4-də 1. Bu da olacaq 2-də 1. Yəni maksimum 2-də 1 alacaq. Maksimum 2-də 1 aldığı üçün bir də burada nəyə fikir vermək lazımdır? Dərəcə cüt olduğu üçün bu ən azı nə olacaq? 0 olacaq. Deməli 0-dan 2-də 1-ə kimi. Bu olur onun qiymətlər oblasti. 0-dan 2-də 1-ə. İndi bizdən həmçinin burada soruşur təyin oblasti. Kökün dərəcəsi cüt olduğu üçün kök 6 ifadə yazırıq. Mənfi x kvadrat plus 7x çıx 12 böyük bərabər 0 olması lazım. Hər tərəfi mənfiyə vursam x kvadrat çıx 7x üstə gəl 12 kiçik bərabər 0. Bu verilən üçərli nə deməkdir? X çıx 3 x çıx 4 kiçik bərabər 0. Ədəd oxu çəksək bərabərsizlik qeyri-ciddi bərabərsizlik olduğu üçün hər iki kök daxil olacaq. 3, 4. 4-ün sağında bir qiymət seçirəm. 5. X-in yenə 5 yazsam 5 çıx 3, 5 çıx 4. Hər ikisi müsbət, hasılı müsbət. 100-dən 4 arasında bir x seçirəm. 3,5. X-in yerə 3,5 yazsaq, birincisi müsbət, ikincisi mənfi, hasılı mənfi. 3-ün solunda x-in yerinə 0 seçirəm. X-in yerə 0 seçsəm, hər ikisi mənfi, hasılı müsbət olacaq. Bizdən kiçik bərabər 0 soruşduğu üçün, yəni mənfi soruşur. Mənfi də bilinir, görünür qrafikdən. 3, 4 parçasıdır. Deməli, baxırıq burada. Burada əsas məsələ nədir? Təyin oblasti 3-4 parçasıdır. 3-4 parçası. Qiymətlər oblasti 0-2-də 1. Doğru cavabımız da D variantındadır. Təyin oblasti 3-4-dür. Qiymətlər oblasti da məlum məsələ 0-2-də 1. 7-ci sual. Funksiyasının təyin oblastını və qiymətlər çoxluğunu tapın. Baxın, kökaltı ifadəni belə yazıram. Mənfi x kvadrat çıx 4x plus 4. Bu da bərabərdir. Kök altında mənfi x çıx 2-nin kvadratı. İndi biz burada nəyə baxırıq? X çıx 2-nin kvadratı ən azı 0-dır. Qabaqda mənfi olduğu üçün hər tərəfi mənfiyə vursam, mənfi x çıx 2-nin kvadratı isə 0-dan kiçik bərabər olacaq. Yəni maksimum 0 olacaq. 0 və mənfi olacaq. Kökün altında olduğu üçün və dərəcə cüt olduğu üçün bu mənfi isə itəcək. Yəni mənfi ola bilməz. Sadəcə yazmalıyıq ki, mənfi x çıx 2-nin kvadratı bərabər olmalıdır 0. Yəni bizim bu ifadə gəldi düşdü bu formaya. Deməli, bunun da 0 olması üçün x2 olması lazım. x2. Deməli, bu yalnız x2 ola bilər. x2 idisə, deməli, təyin oblastı 2-yə bərabərdir. Yəni, x yalnız 2-ni alır. X-in yerə də 2 yazanda qiymətlər oblastı neçə çıxır? 0 çıxır. Ona görə doğru cavabımız 7-də A variantı. Təyin oblastı 2, qiymətlər oblastı 0. Gəldi 8-ci sual. Deməli, A vektoru B vektoru verib, 2A vektoru çıx B vektorunun uzunluğunu soruşur. 2A vektorunu hesablayaq. 2A vektoru bərabərdir. A vektorunun bütün komponentlərini 2-yə vurmaq lazımdır. 2, mənfi 4, 4. B vektoru olduğu kimi saxlayırıq. B vektoru deməli mənfi 1, mənfi 6, 4. İndi bunların fərqi lazımdır. 2A vektoru çıx B vektoru bərabərdir. 3, 2, 0. İndi bizdən bunun uzunluğu soruşur. Vektorun uzunluğu kök altında onun komponentlərinin kvadratları cəminə bərabərdir. 3-ün kvadratı, üstə gəl 2-nin kvadratı, üstə gəl 0-ın kvadratı. Yəni 9 plus 4 plus 0. Bu da olacaq kökdə 13. Yəni doğru cavab Y variantı. 9-cu sualımız. ABC üçbucağında M nöqtəsi BC tərəfi üzərində yerləşir və BM böl MC nisbəti lambda şərtini ödəyir. AB vektoru bərabərdir B vektoru. AC vektoru bərabər C vektoru olarsa AM vektorunu deyir tapın. Mən üçbucaq çəkirəm əvvəlcə. Bu şəkildə. Deməli A, B, C. Deməli
AB vektorunu B vektoru kimi verib, AC vektoru da kiçik C vektoru kimi verib. İndi burada M nöqtəsi götürülüb, M nöqtəsi və benim MC nisbəti verib lambda. Deməli bura lambda K'dırsa, bura olacaq K. Bizdən AM vektorunu soruşur. AM vektoru. Mən buradan yaza bilərəm ki, BC vektoru üstəgəl AB vektoru bərabərdir AC vektoruna yaza bilərəm. Deməli, buradan çıxır ki, BC vektoru bərabərdir AC vektoru nədir bizdə? C vektoru, AB vektoru, B vektoru. Çıx, B vektoru yaza bilərəm. İndi baxaq. BC vektoru bu iki nisbətdə bölünüb də. Ona görə yazıram ki, lambda K üstəgəl K bərabərdir C vektoru, çıx B vektoru yaza bilərəm. Buradan K'nı mütərizə xaricinə çıxartsam, lambda plus 1 bərabər alınır C vektoru, çıx B vektoru. K da bərabərdir C vektoru ilə B vektorunun fərqi bölünsün lambda plus 1. K'nı tapdıq. İndi digər tərəfdən yaza bilərəm ki, AM vektoru üstəgəl MC vektoru bərabər C vektoruna. AM vektorunu bizdən soruşur. AM vektoru bərabərdir C vektoru çıx MC vektoru. MC vektoru da nədir? K'dır da. Onu tapmışıq. C vektoru çıx B vektoru bölünsün lambda plus 1. Bu da bərabərdir. Orta məxrəc lambda plus 1. C vektoruna vurulsa lambda C vektoru üstəgəl C vektoru çıx C vektoru plus B vektoru. Bu da bərabərdir. Bunlar gedəcək. Qalacaq burada B vektoru plus lambda C vektoru bölünsün lambda plus 1. Deməli, doğru cavabımız burada olacaq. A variantı. Növbəti sual 10-cu sual və sualımız belədir. A vektorunu bizə verib 1m-2, B vektorunu bizə verib -2, 3n. Vektorların kolinear olduğunu bilərək m'in hasilini tapın. Vektorların kolinear olması üçün uyğun komponentlərin nisbəti eyni olması lazım. Yəni 1-in -2-yə nisbəti, x-lərin nisbəti bərabərdir y-lərin nisbəti, o da bərabərdir z-lərin nisbətinə. Deməli, m'in hasilini soruşur. Sonraki nisbətdən görünür. Tənasübdən m bərabər alınır -6. Yəni doğru cavab burada C variantında verilib. 10-cu sual belədir. Keçirik 11-ci suala. 11-ci sualda A vektoru və B vektoru verilib. A vektoru ilə B vektoru cəmi və A vektoru ilə B vektorun fərqi arasındakı bucağı soruşur. Bu iki vektor arasındakı bucağı soruşur. Bunu necə yazacağıq? Deməli, əvvəlcə bizə cəm lazımdır. A vektoru plus B vektoru bərabərdir. Cəmi 4 ilə 1-in cəmi 5. Bunu yazdıq. 5-dən 5-in cəmi 10. 6 ilə 2-in cəmi 8. Bunu yazdıq. A vektoru çıx B vektoru bərabərdir. 4-dən 1-in fərqi 3. 5-dən 5-in fərqi 0. 6-dan 2-nin fərqi 4. Bunu yazdıq. Buna bir dənə x vektoru deyirəm. Buna da bir dənə y vektoru deyirəm. Bu iki vektor arasındakı bucağı soruşanda kosinus alfa bərabərdir. Onların skalar hasili bölünsün modulları hasilinə. Bu da bərabərdir. Skalar hasili x-ə vuracam. 5 dəfə 3, 15. Üstə gəl. Y-ə vuracam. 10 0 vuranda 0. 8 dəfə 4, 32. Bölünsün modulları hasili. Birincinin modulu kök altında kuratları cəmi, komponentlərin kuratları cəmi. Deməli 25, 100, bir də 64. Vurulsun kök altında, digəri də 9 + 16 eləyir. 0 da yazmadım. Bu da bərabərdir. Sürətdə 47, məxrəcdə alınır 5 kökdə 189. Kosinus alfa buna bərabərdir. Alfa da bərabərdir. R kosinus 47 bölünsün 5 kökdə 189. Yəni doğru cavabımız burada
A variantında verilib. 12-ci sual. Təpə nöqtələri verib bizə. Deməli A02, B73, C-də verib 1,6 olan ABC üçbucağında BAC bucağını tapın. Deməli BAC bucağını soruşur bizdən. BAC bucağı. BAC bucağını rahat tapmaq üçün mənə lazımdır AB vektorunu tapmaq, bir də AC vektorunu tapmaq birinci. Deməli AB vektorunun koordinatları lazımdır mənə. AB vektorunun koordinatları olacaq. Deməli B son nöqtədir. 7-dən 0 çıxanda 7, 3-dən 2 çıxanda 1. Sonra AC vektoru lazımdır mənə. AC vektoru. AC vektorun komponentləri. Deməli C-nin x-i 1-dir, A-nın x-i 0. Çıxanda 1, altdan 2 çıxanda 4. Bunu da bildik. İndi bunlar arasındakı bu bucaq alfa. Buranın kosinüsü rahat tapa bilərəm. Kosinüs alfa bərabərdir. Həmin vektorların sqalar hasili AB vektoru vur AC vektoru bölsün onların modulları hasili. Modulları hasili. Bu da bərabərdir. Deməli onların sqalar hasili 7 dəfə 1 7, üstə gəl 1 dəfə 4 4. Modulları hasili biri köşdə 50 eləyir, yəni 49 plus 1 birbaşa yazmayaq. O birisi də 4 plus 1, yəni 16 plus 1. 4-ün kvadratı plus 1-in kvadratı. Bu da bərabərdir. 11 böl köşdə 50 vur. Bir də neçə eləyir burada? Burada vurmadı, üzr istəyirəm. Bir də vur köşdə 17. Bu da bərabərdir. 11 bölünsün 5 köşdə 34. Bu bucağın kosinüsüdür. Və müsbətcə deməli 2 bucaqdır. Mən düz bucaqlı üç bucaq çəkirəm. Baxıram ki, variantlarda bu ilə bir cavab yoxdur. İndi bu bucağın kosinüsünü yazıram. Deməli, bura mən alfa desəm, kosinüsü 11-in 5 köşdə 34-dən nisbəti. İndi Pifaqorun digər katı tapmalıyam. 25 vur 34 kök altında çıx 11-in kvadratı 121. Bu da bərabərdir. Bərabərdir. 25-i 34-ə vurmalıyam. Deməli 5 dəfə 5 dəfə 34 170 10 850 eləyir. 850'dən çıxmalıyam 121. Bu da 729 və 27 çıxır. Deməli bura 27'dir. İndi baxıram. Bu bucağın tangesi. Tangens alfa bərabərdir 27'nin 11'ə nisbəti. Deməli alfa olacaq neçə? Arctangens 27'nin 11'ə nisbəti. Yəni doğru cavab 12'də D variantı. 13. A 1 2, B 0 mənfi 1 və C mənfi 3 0 nöqtələrindən keçən çevrənin tənlik müəyyən edin. Bu nöqtələrdən keçən çevrənin tənliyi müəyyən edin. Çevrənin tənliyi x kvadrat üstə gəl y kvadrat üstə gəl ax üstə gəl by üstə gəl c bərabər 0 formasındadır. Bu açıq şəkildə ümumi tənliyi bu şəkildə yaza bilərik. 1 2 nöqtəsindən keçir. Yəni x 1 olanda y 2'dir. X'in ilə 1 yazıram, y ilə 2 yazıram. 1 plus 4 üstə gəl a plus 2b plus c bərabərdir 0. X 0 olanda y mənfi 1. X'in ilə 0, y ilə mənfi 1 yazıram. Y-in yerində mənfi 1. Mənfi b plus c bərabər 0. Növbətçi x mənfi 3 olanda y 0'dır. Deməli 9 alınacaq 0. X mənfi 3'dür. Mənfi 3'a mənfi 3'a y 0. 0 plus c bərabər 0. Baxırıq nəyə? 3 dənə tənlik var və 3 dənə dəyişən var. 3 dənə tənlik, 3 dənə dəyişən. Burada mən birinci ilə ikincini tərəf-tərəfə çıxsam, görə nə baş verir? Birlər gələcək. Birlər gələcək. 4 üstə gəl a üstə gəl 3b. C-lər də gedir. Bərabərdir 0. Yəni a üstə gəl 3b bərabərdir mənfi 4. Bunu bildik. Sonra ikinci ilə üçüncünün tərəf-tərəfə çıxsam, üçüncü tərəfə çıxsam, ikincidən birincini çıxsam və yaxud da heç fərqi yoxdur əslində. İndi
İkinci ilə üçüncünün tərəfə çıxıram. İkinciden üçüncü çıxsam, 1-dən 9 çıxanda -8. 1-dən 9 çıxanda -8. C'lər yenə gedəcək və alınacaq -b plus 3a bərabər 0. Buradan da alınır ki 3a çıx b bərabərdir 8. İndi 2 dənə dəyişən, 2 dənə tənlik alındı. Birincini olduğu kimi yazıram. A üstəgəl 3b bərabərdir -4. İkincinin hər tərəfini 3'ə vuracağım. 9a çıx 3b bərabərdir 24'ə. Toplasam tərəf-tərəfə 10'a bərabər 20 alınır. A bərabərdir 2. A'nı tapdıq 2. A 2 idisə, A'nı yenə 2 yazsaq. A'nı yenə 2 yazsaq. 3b üstəgəl 2 bərabərdir -4. 3b bərabərdir -6. B də olur -2. B -2. B'ni tapdıq, A'nı tapdıq. Qaldı C'ni tapmaq. Elə gətirib birinci tənlikdə yerinə yazsaq. Burada. 1 plus 4 5. Üstəgəl A üstəgəl 2. Üstəgəl 2b. B -2 isə 2b -4 olacaq. Üstəgəl C bərabər 0. Burada C bərabər alınır neçə? C'də -3. Onu da gətirib yerinə yazsaq. X kvadrat üstəgəl y kvadrat A 2'dir. Üstəgəl 2x B -2'dir. Çıx 2y. C'də -3'dür. Bərabər 0. Buna belə yazırıq. X kvadrat üstəgəl 2x üstəgəl 1 y kvadrat çıx 2y plus 1 1 1 2 əlavə eləmişəm. 2-yə çıxmalıyam. Çıx 3 çıx 2 bərabər 0. Alınır x plus 1'in kvadratı üstəgəl y çıx 1'in kvadratı bərabərdir 5. Deməli cavabımız bu şəkildə olacaq. X plus 1'in kvadratı üstəgəl y çıx 1'in kvadratı bərabərdir 5. Yəni doğru cavab burada Y variantı. 14-cü sual və sual belədir. M ABC nöqtəsinə OC toxunacaq simmetrik nöqtə n -2 3 m. O x y müstəvisinə edən simmetrik nöqtə Pn P5 olarsa A plus B plus C plus M plus N plus M plus P cəmini tapın. Nəysə. Deməli M A B C OZ toxuna nəzərən deyirsə, deməli burada A ilə B işarəsini dəyişəcək. Olacaq -A, -B, A ilə B yerində işarəsini dəyişir. C yerində qalır. Bu bərabərdir -2 3 və M-ə. Burada nə görünür? A'mız 2'dir. A 2'dir. B -3'dür. M də C-yə bərabərdir. Bunu bildik. Sonra deyir ki, ABC bu nöqtənin OX-Y müstəvisinə nəzərsin. OX-Y müstəvisi deyil. Deməli, AB yerində qalacaq. C işarəsini dəyişəcək. Bu bərabərdir NP5'ə. Deməli, buradan görünür ki, A N-ə bərabərdir. B P-yə bərabərdir. C də -5'dir. C -5'dirsə, M də C-yə bərabərdir. Deməli, M də -5'dir. Bunu bildik. Bizdən soruşur A plus B plus C plus M plus N plus P. A məlum məsələ 2. B məlum məsələ -3. C məlum məsələ. C M-ə bərabərdir. O da -5. M C-yə bərabərdir -5. N A-ya bərabərdir 2. Sonra P də B-yə bərabərdir -3. İndi baxaq. 2 -3 -1 -5 -5 -10 2 -3 bu da -1 və nəticə olacaq -12. Yəni doğru cavab burada A variantında verilib. -12. 15-ci sual və sual belədir. Deməli A 2 A plus 5 B verib B nöqtəsi verib B çıx 3 3. C nöqtəsi də bizə verib 2 3. Deyir ki, A, B və C nöqtəsi verilib. C nöqtəsi A parçasını A nöqtəsindən başlayaraq 2/3 nisbətində bölür. Deməli A, B.
AB. C nöqtəsi C nöqtəsi AB parçasını 2 üst nisbətində bölür. Yəni bura 2K-dırsa, bura olacaq 3K. 3K. Burada nəyə baxırıq? AC vektoru kimi, bir də CB vektoru kimi baxıram. AC vektoru, baxın, 2-dən 2 çıxıram. Koordinatlar 0. Üstdən A plus 5'i çıxıram. Olacaq çıx A, çıx 2. Bunu bildik. Sonra CB vektoru lazımdır. CB vektoru. B sondur. B çıx 3'dən 2 çıxıram. B çıx 3'dən 2 çıxanda B çıx 5. CB vektoru üçün. 3'dən 3 çıxanda 0. İndi baxırıq. 2'nin 3'ə nisbəti deyir. 2'nin 3'ə nisbəti. Yəni bu deməkdir ki, mən bunun komponentlərini 2'yə vursam, bunun komponentləri də bu vektor komponentini 3'ə vursam bərabərlik alınmalıdır. Baxaq. Deməli 2'ni vurmam lazım bura. Olacaq 2B çıx 10 və 0. 3'də bura vurmalıyam. Alınacaq 0 mənfi 3A çıx 6. İndi buradan görünür 2B çıx 10. 0 olması lazım. Deməli B neçədir? B 5. Mənfi 3A çıx 6 da 0 olması lazım. Deməli mənfi 3A 6'ya bərabər. A da mənfi 2. AB hasilini soruşur. Mənfi 10. Doğru cavab C variantı. Bunun düsturu da var. Analitik həndəsədə. Onu da yazmaq olar. Növbəti sual 16-cı sual. O mərkəzli homotetiyada ABC üçbucağı A1, B1, C1 üçbucağına keçir. BC 3, B1, C1 6 və üçbucaq ABC'nin sahəsi 12 olarsa, üçbucaq A1, B1, C1'in sahəsini soruşur. Burada nəyə baxırıq? Baxırıq üçbucağın tərəfi 2 dəfə böyüdülüb. 2 dəfə böyüdülüb. Deməli, burada oxşar əmsal nə olacaq? 2 olacaq burada. Deməli, S üçbucaq ABC'nin S üçbucaq A1, B1, C1'ə nisbəti bərabərdir uyğun tərəflərin nisbətinin kvadratı. Kvadratı. 12'nin S üçbucaq A1, B1, C1'ə nisbəti bərabər 4'də 1'ə. S üçbucaq A1, B1, C1 bərabər olacaq 48. Yəni doğru cavabımız olacaq A variantı burada. 17-ci sual. Deyir ki, A və B nöqtələri y bərabər x plus 1 düz xətlə nəzərən simmetrikdir. A 6, 2 olarsa B'nin koordinatlarını tapın. Düzbucaqlı koordinat sistemi çıxmaya ehtiyac yoxdur burada. Bu düz xət olsun. Y bərabərdir. X plus 1 düz xətdir. A nöqtəsi olsun burada. B nöqtəsi təbii ki aşağıda olacaq. Harasa burada bir yerdə olacaq. Deməli, mən bunları birləşdirsəm. Deməli, bunları birləşdirən xət birinci növbədə verilən düz xəttə perpendikular olmalıdır. Burada kəsişmə nəyə bir C deyirəm. Və AC ilə də CB bərabər olmalıdır. Deməli, bu AB parçasını özündə saxlayan düz xətt verilən düz xəttə perpendikulyardır. Perpendikulyardırsa, deməli, bucaq əmsalların hasili olmalıdır mənfi 1. Burada bucaq əmsalı 1 olduğu üçün, burada bucaq əmsalı olacaq mənfi 1. AB parçasını saxlayan, öz üzərində saxlayan düz xətt üçün tənlik yazsam, funksiya yazsam, y bərabər olacaq mənfi x plus b. Yəni bucaq əmsalı mənfi 1'dir. B-ni tapmaq üçün A-nın koordinatlarını verib 6, 2. Deməli 6, 2'dən keçir. 2 bərabərdir mənfi 6 plus b. B-də 8. Deməli y bərabərdir. Verilən düz xəttdir, özündə saxlayan düz xətt. Verilən parçanın daha doğrusu özündə saxlayan düz xəttin tənliyi. Y bərabərdir mənfi x plus 8. Bunu tapdıq. Biz rahatlıqla kəsişmə nöqtəsini tapa bilərik. Kəsişmə nöqtəsini rahatlıqla tapa bilərik. Deməli, bu iki düz xəttin kəsişməsi. Y bərabər yazırıq. X plus 1. Burada artıq aydındır. Tərəfə toplasam 2y bərabər 9. Y bərabər neçə? 4,5. Y 4,5'dirsə x'imiz də olacaq 3,5. 3,5. Deməli, C'nin koordinatları olur 3,5, 4,5. A'nın koordinatı verilmişdi zaten 6, 2. B'nin koordinatlarını tapmalıyıq. İndi baxırıq, C orta nöqtədir. C orta nöqtədir. C'nin x'i 3,5'dir. A'nın x'i 6 olduğu üçün B'nin x'i 1 olmalıdır ki, cəminin yarısı 3,5 olsun. Baxırıq, C'nin y 4,5'dir.
A'nın irqi 2-dir. Deməli, bura 7 olmalıdır ki, cəminin yarısı 4,5-i versin. Deməli, 1, 7. Doğru cavab D variantı. 18-ci sual. ABCD proqramının A, B, C təpələri verilib. D təpəsinin koordinatlarını tapın soruşur bizdən. D təpəsinin koordinatlarını soruşur. Deməli, A, B, C, D. Proqramın diagonalları biz bilirik ki, bir nöqtədə kəsişir. Bir nöqtədə kəsişir və kəsişmə nöqtəsində yarıya bölünür. Kəsişmə nöqtəsində yarıya bölünür. Kəsişmə nöqtəsində yarıya bölündüyü üçün deməli o nöqtəsinin koordinatları həm B və D-nin koordinatları cəminin yarısı olacaq, həm də A və C-nin koordinatları cəminin yarısı olacaq. İndi A-nın koordinatlarını bizə verib -3, 5. B-nin koordinatları da verib 2, 6. Deməli, B-nin koordinatlarını verib -1, 3. D-nin də koordinatlarını soruşur. X, Y. Deməli, O nöqtəsinin x-i A və C-nin x-inin cəminin yarısı və yaxud da B və D-nin x-inin cəminin yarısı olacaq. Ona görə yaza bilərək ki, A ilə C-nin x-lərinin cəmi, yəni -3 üstə gəl 2 bərabərdir B ilə D-nin x-lərinin cəminə, -1 plus x-ə. Buradan x bərabərdir. X alınır 0. Digər tərəfdən də y-nə baxırıq. A ilə C-nin y-ləri 5 plus 6 bərabərdir B ilə D-nin 3 plus y. Y də alınır bura neçə? Y də alınır 8. Deməli 0, 8 olacaq. Doğru cavab A variantı. 19-cu sual. Təpə nöqtələri olan ABC üçbucağının medianların kəsişmə nöqtəsinin koordinatlarını tapın. Medianların kəsişmə nöqtəsinin koordinatlarını birbaşa düsturunu yazacağım burada. Çalışır çətin deyil. Sadəcə vaxt aparmasın deyə birbaşa düsturunu yazacağım. Deməli, medianların kəsişmə nöqtəsinin x-i olacaq. X olacaq. Verilən o nöqtələrin x-lərin cəmi toplayıb -3 üstə gəl 2 plus 5-i böləcəm 3-ə. Yəni 3-ə bölməliyəm. Bu da eləyir. Deməli 3-də 4. Yəni 1/3-də 1. Y də olacaq. Verilən nöqtələrin y-ləri cəminin 3-ə nisbəti. -5 plus 7 plus 1 bölünsün 3. Bu da bərabərdir 3-ün 3-ə nisbəti. Bu da eləyir 1. Yəni doğru cavab olacaq burada A variantı. 20-ci sual. A 0,2, B 6 -2 olarsa, diametri AB olan çevrənin tənlini müəyyən edin. Baxırıq. Diametri AB-dir. Diametr bizə verib AB çevrənin diametridir. AB çevrənin diametridir. Deməli, mən mərkəz nöqtəsini rahatlıqla tapa bilərəm. O nöqtəsinin koordinatları. Deməli, AO ilə OB bərabər olduğu üçün O nöqtəsinin x-i olacaq. A ilə 1 x-lərin cəminin yarısı. Yəni 3 olacaq. Y də olacaq. Y-lərin cəminin yarısı. 2 ilə -2-nin cəmi 0, yarısı 0. Bunu bildik. Sonra OB. Bura 6, bura -2. Mən OB məsafəsini tapsam, radiusu tapmış olacağam. İki nöqtə arasındakı məsafə üstünə yazıram. OB-nin uzunluğu bərabər. Kök altında x-lərin fərqi. 6 çıx 3-ün kvadratı. Üstəlik y-lərin fərqi. -2 çıx 0-ın kvadratı. Bu da bərabərdir 3-ün kvadratı üstə gəl -2-nin kvadratı. Bu da eləyir 9 plus 4 kökdə 13. Bu kökdə 13-dür. Bunu da bildik. Mərkəz nöqtəsi verilibsə və radius verilibsə çevrənin tənliyi bu şəkildədir. X çıx x0-ın kvadratı üstə gəl y çıx y0-ın kvadratı bərabərdir radiusun kvadratı. Mərkəz 3, 0-da yerləşir. Yazıram x çıx 3-ün kvadratı. Y0-ın yenə 0 yazsam alacaq y kvadrat bərabərdir. Radius kökdə 13-dür. Kvadrat olacaq 13. Bizdə açışı verilib. Yazırıq x kvadrat çıx 6x plus 9 üstəlik y kvadrat çıx 13 bərabərdir 0. X kvadrat üstəlik y kvadrat çıx 6x çıx 4 bərabərdir 0. Deməli, doğru cavabımız burada olacaq. 20-də B variantı. Keçək növbəti suala. 21-ci sual. Təpə nöqtələri
A, B, C olan ABC üçbucağında AC tərəfinə bitişik bucaqların cəmini tapın. Deməli, AC tərəfinə. Yəni bura alfa deyirəm, bura beta deyirəm. Yəni alfa plus betanın soruşu nəyə bərabərdir? Burada gamma deyirəm. Mən bunu daha qısa yolla yazmağa çalışacağım. Mən BA vektoru ilə BC vektoru arasındakı bucağı tapsam, iş bitəcək. Deməli, BA vektoru. BA vektorun koordinatlarını yazıram. BA vektoru. BA vektoru. Deməli, son nöqtə A'dır. A'dan çıxmadan B'nin koordinatları. 2-dən 1 çıxanda 1. 3-dən 2 çıxanda 1. -1-də -1 çıxanda 0. Bu BA vektorudur. Bir də BC vektoru lazımdır mənə. BC vektoru. BC'nin koordinatları. BC vektoru. C sondur. 1-dən 1 çıxanda 0. 3-dən 2 çıxanda 1. 3-dən 2 çıxanda 0-dan -1 çıxanda 1. Bunu tapdıq. İndi buna bir dənə x vektoru deyirəm. X vektoru. Digərinə də bir dənə y vektoru deyirəm. Kosinus gamma bərabərdir. Kosinus gamma bərabərdir. X vektoru ilə y vektorunun skalar hasili bölünsün modulları hasili. Modulları hasili. Deməli, bunların skalar hasilinə baxıram. Bunların skalar hasili nə olacaq? Sürətdə 1-i 0-a vurduq 0, 1-i 1-ə vurduq 1, 0-ı 1-ə vurduq 0. Bunun modulu köşdə 2-dir. Köşdə 2. Eyni bunun da modulu köşdə 2-dir. Bu da bərabərdir. Alınır 2-də 1. Kosinus gamma 2-də 1 isə deməli gamma 60 dərəcədir. Deməli bu bucaq 60 dərəcədirsə, alfa ilə betanın cəmi olacaq 120 dərəcə. Çünki üçbucağın daxili bucağının cəmi 180-dir. Doğru cavab C variantı. 22-ci sual. Təpə nöqtələri A1,6, B-1,2, C3,0 olan ABC üçbucağının xaricdən çəkilən mərkəzinin koordinatlarının cəmini tapın deyir. Bunu düzbucaqlı koordinat sistemindən çəksək, görə nə baş verəcək? Düzbucaqlı koordinat sistemində çəkməyə çalışacağım bunu. Deməli 1, 6. 1, 2, 3, 4, 5, 6. 1, 6 nöqtəsi buradadır. Bu A nöqtəsidir. B-1, 2. -1, 2. Buradadır. C 3, 0. 3, 0. 3, 0. Buradadır o birisi də. Baxın, belə bir şey alındı. İndi mən göstərməliyəm ki, burada bu düzbucaqlı üçbucaqdır. Onu göstərmək üçün rahatdır. Bura 2-dir. Bura 4 vaydır. Pifaqorla BC çıxır. Köşdə 20. Köşdə 20. Sonra baxıram. 1, 2, 3, 4. 4 vaydı bura. 1, 2, 3, 4 vaydı bura, 2 vaydı bura. Deməli, AB də çıxır. AB də çıxır. Köşdə 20. Köşdə 20. İndi AC-yə baxmaq lazımdır. AC. AC-ni də yoxlamaq lazımdır. Deməli, 1, 2, 3, 4, 5, 6. Bu da 2. Bu da köşdə 40 çıxır. Bəli. Köşdə 40 çıxdığı üçün artıq bu düzbucaqlı üçbucaq, yəni bura 90 dərəcədir. Bura 90 dərəcə. Bu bəlli. Mən indi belə burada göstərdim. Başqa cürə yazmaq olar. AB məsafəsi, AC məsafəsi, BC məsafəsini tapmaqla siz artıq məsələ tapandan sonra hər hansı ikinin kvadratları cəmi digərin kvadratını verirsə, deməli bu düzbucaqlı üçbucaq olduğunu göstərə bilərsiniz. Mən sadəcə burada bu şəkildə göstərdim. İndi bizə düzbucaqlı üçbucaq olduğu məlumdur artıq. Xaricdən çəkilən mərkəzi hipotenuzun ortasıdır. Hipotenuzun ortasına düşür. Hipotenuzda AC olduğu üçün deməli bura O desəm, onun koordinatları olacaq A və C'nin koordinatları cəminin yarısı. Deməli, onun x-i olacaq. Aynen C'nin x-in cəminin yarısı. A'nın x-i 1'dir. C'nin də x-i nədir? 3'dür. 1 ilə 3'ü topladıq 4, yarısı 2. A'nın y 6'dır. C'nin də y 0'dır. Topladıq 3. Bunların da cəmini soruşur. 2 ilə 3'ün cəmi 5. Doğru cavab olacaq Y variantı. 23-cü sual. M'in hansı qiymətində
vektorları perpendikulyardır deyir. Vektorları perpendikulyardır. Burada nəyə bir baxırıq? Deməli, A vektoru bərabərdir m 1 0'dır. B vektoru da bərabərdir -3 3 və 4'ə bərabərdir. İndi perpendikular olması için skar hasıl olmalı 0. Yani -3m üstə gəldi 3 üstə gəldi 0. O bərabərdir 0. Yani uygun komponentlerin hasilləri tapırıb, toplayıb sıfıra bərabərləşdirmək lazımdır. Buradan alınır 3m bərabərdir 3'ə, m olur 1. Deməli m'in 1 qiymətində bunlar nədir? Perpendikulyardır. 24. Paralel köçürmədə A4 nöqtəsi 2-3 nöqtəsinə 0-B nöqtəsi 3-3 nöqtəsinə keçir. AB hasını soruşur. Burada nəyə baxırıq? 4 3'ə keçir. Baxın, nə edib? 20'nin üzərinə -1 gəlib. Deməli, burada B-nin üzərinə mən -1 gəlsəm, olacaq -3. Deməli, B bərabər nəyə? B bərabərdir -2. B-ni tapdıq burada. B -2'yə bərabərdir. Sonra baxırıq, ikincidən görünür. Bax, buradan görünür. X 0'dır, sonra 3 olub. Deməli, X-in üzərinə də 3 gəlib. A-nın üzərinə mən 3 gəlsəm, 2'ni verməlidir. Bərabərdir 2. A da bərabərdir -1. AB hasını soruşur. A vur B, -2 vur -1, cavab olacaq 2. Yəni, burada doğru cavab 2'yə bərabərdir. 25-ci sual. Üçbucağın tərəfləri 3, 4, 6 nisbətindədir. Ona oxşar üçbucağın perimetri 52 olarsa, ikinci üçbucağın böyük tərəfini tapın. Baxın, yenə burada oxşar üçbucaqlarda tərəflərin nisbəti eyni olacaq. Yenə 3K, 4K, 6K olacaq. Perimetr 13K bərabərdir 52'yə. K 4'dür. Böyük tərəf soruşduğu üçün 6 dəfə 4 cavab olacaq 24. Doğru cavab 24'ə bərabərdir. 26-cı sual. Təpə bucaqları kongruent olan iki bərabər yanlı üçbucaqdan birinin yan tərəfi 12, oturacağı 8, digərinin yan tərəfi 15 olarsa oturacağını tapın. Təpə bucaqlar kongruentdirsə, deməli bunlar nədir? Bunlar oxşar üçbucaqlardır. Ona görə də uyğun xətti ölçülərin nisbəti eyni olmalıdır. 12'nin 15'ə nisbəti bərabərdir 8'in x-ə nisbəti. Buradan alınır 12x bərabərdir 120'yə. X alınır 10. Deməli, digərinin oturacağı olur 10. Növbəti sual. 27-ci sual, uyğunluq sualı. Təyin oblastı. Biz nəyə baxırıq burada? X kvadrat çıx 2x plus 1 plus 9 yazsam əgər gəl bunu. Bu bizə verəcək x çıx 1'in kvadratı plus 9'u. Baxırıq ki, bu x-in istənilən qiymətinə artıq təyin olunacaq. Niyə? Çünki x çıx 1'in kvadratı plus 9 böyük bərabər 9. Ən azı 9'dur. Ona görə təyin oblastı olacaq. 1'ə uyğun gələcək A variantı. Ən az 9 olduğu üçün qiymətlər oblastı ən az 9 olduğu üçün 3 müsbət sonsuzluq. 2'ə B. Kök altında olduğu üçün 3 çıxacaq. 0 da yoxdur. 3'ə də Y. Doğru cavab Y. Növbəti sualımız 28-ci sual. Təpə nöqtələrinin radius vektorları olan ABC üçbucağın perimetrini tapın. Artıq aydındır ki, deməli A təpəsinin koordinatları olacaq. A təpəsinin koordinatları. Deməli 1, 2, 3. B təpəsinin koordinatları olacaq. B təpəsinin koordinatları 3, 2, 1. C təpəsinin koordinatları olacaq 1, 4, 1. 1, 4, 1. Bizdən ABC üçbucağın perimetrini soruşur. Ben burada ne diyeceğim? AB, AC ve BC məsafəsini tapmalıyam. AB məsafəsi bərabər kök altında x-lərin fərqi. Yəni 1 çıx 3, 1 çıx 3, 10 kvadratı. Üstəgəl y-lərin fərqi. 2 çıx 2'nin kvadratı. Üstəgəl y-lərin, z-lərin fərqi 3 çıx 1'in kvadratı. Bu bizə verəcək 4 plus 0 plus 4. Yəni olacaq 2 kökdə 2. Bunu tapdıq. Sonra bizə lazımdır AC məsafəsi. Yəni AC tərəfinin uzunluğu. Bərabərdir. X-lərin fərqi 1 çıx 1'in
kvadratı üstə gəl. İrilərin fərqi 2 çıx 4-ün kvadratı. Z'lərin fərqi 3 çıx 1-in kvadratı. Bu da bərabərdir 0 üstə gəl 4 üstə gəl 4. Bu da bərabərdir. Yenidən bizə verəcək 2 köşdə 2-ni. İndi isə BC tərəfinin uzunluğunu tapaq. BC bərabərdir. X-lərin fərqi 3 çıx 1-in kvadratı üstə gəl irilərin fərqi 2 çıx 4 onun da kvadratı üstə gəl z'lərin fərqi 1 çıx 1-in kvadratı. Bu da bərabərdir 4 plus 4 plus 0 və bu da olacaq 2 köşdə 2. Baxıram ki, tərəflər nədir hamısı? Bərabərdir. Perimetr olacaq 6 köşdə 2. Yəni doğru cavab burada 6 köşdə 2-yə bərabərdir. ABCD trapesiyasında AC və BD diaqonalları M nöqtəsində kəsişir. İsbat edin ki, deməli S3 bucaq AMB bərabərdir S3 bucaq CMD. O da bərabərdir kök altında S3 bucaq CMB vurulsun S3 bucaq AMD-yə. Deməli mən bura S1, bura S4 deyirəm, bura S2 deyirəm, burada S3 deyirəm. S1 ilə S4 aydın məsələ, bunlar bərabərdir. Bunların bərabərliyinə biz sonra baxacağıq. Daha çox vaxt getməsin deyə sadəcə verilən şərti isbat eləməliyəm. Bunlar bərabərdir. Mən bura M deyirəm, bura N deyirəm. Aydın məsələdir ki, buradakı bucaqla buradakı bucaq eynidir, çarpazdır. Bu bucaqla da bu bucaq çarpazdır. Deməli, BMC ilə AMD oxşardır. Oxşar olduğu üçün S2-nin S1-ən S3-ə nisbəti, daha doğrusu S2-nin S3-ə nisbəti bərabərdir uyğun xəttli ölçülərin nisbətinin kvadratı, yəni M bölü N-in kvadratı. Bunu yazdım. Digər tərəfdən də biz bilirik ki, burada BC-nin AD-yə nisbəti, BC-nin AD-yə nisbəti bərabərdir MC ilə AM-in nisbəti. BC M olduğu üçün, AD də N olduğu üçün yaza bilərəm ki, MC-nin AM-ə nisbəti bərabərdir M-in N-ə nisbəti. M-in M-ə nisbəti. Digər tərəfdən də yazırıq ki, S1-in S2-yə nisbəti bərabərdir. S1-in S2-yə nisbəti AM-lə MC-nin nisbətinə. Çünki B təpəsindən çəkilmiş hündürlük eyni olduğu üçün AM-in MC nisbəti olacaq. Bu da bərabərdir N-in M-ə nisbəti. Və tərsə yazsaq S2-nin S1-ə nisbəti olacaq M böl N. Gətirib burada M böl N-in yerinə yazsaq S2-nin S3-ə nisbəti bərabərdir S2 böl S1-in kvadratına. S2 böl S3 bərabərdir S2-nin kvadratı bölsün S1-in kvadratı. İndi burada S2-lərdən biri gələcək, ixtisar gələcək. Burada 1, burada S2 qalacaq. Buradan alır ki, S1-in kvadratı bərabərdir S2 ilə S3-ün hasili. S1 də bərabərdir kök altında S2 ilə S3-ün hasili. Bizdən də bunu soruşurdu və bu da isbat olundu. Sualların izahatı bu qədər. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın.